Müqəddəs and yerimiz olan şəhidlərimiz hamımız üçün çox əzizdir. Hər zaman onlara sayğı ilə yanaşırıq. Lakin çox təəssüflər olsun ki, bəzi nankorlar şəhid məzarlarından oğurluq etməyə qədər simasızlaşıblar. Hüquq mühafizə orqanları belə üzqaralarına qarşı mübarizəni davam etdirir. Belə ki, polis Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxsləri saxladı. Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda şəhid Siyavuş Kəlbalayev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kənan Əsədli və Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələrinə qaytarılıb. Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsində araşdırma aparılır.